Muğam, qəzəl, şeir aləmi. Yüzillərlə insanların ruhuna, zəkasına hakim kəsilən seyirli dünya. Zaman zaman ziyalılarımız, el sənətkarlarımız bu seyirli çırağın işığına toplaşıb məclislər qurub, neçə sənət vurğunu ömrünü bu sonsuz aləmə həsr edib. Hikmət sahiblərindən xatırlamaları dinləmək, köhrəsi nurlu ağsaqqallardan öyüd nəsiyyət almaq, el sənətkarlarına qulaq asmaq, yurdumuzun daha bir dilbər guşəsini seyr etmək ümidi ilə yenə Abşerondayıq. Sahillərini ana Xəzərin sevə-sevə oxşadığı qədim Buzovna kəndində. Hamınızı salamlayıram. Azərbaycan televiziyasının, musiqi redaksiyasının kollektivi bugün Buzovna kəndinə qonaq gəlib. Məqsəd ondan ibarətdir ki, qədim zəngin tarixə malik olan, Azərbaycanın həmişə həyatında özünə məxsus yeri olan Abşeronun kəndlərinin tarixi, mədəniyyəti ilə əlaqədar olaraq verilişlər barədə materialları bir daha tamaşaçılara çatdırsın. Mən böyük məsuliyyət hissi keçirirəm ki, bu məclisin idarə olunmasını kəndin ağsaqqalları mənə həvalə ediblər və mən də çalışacağım ki, bizə ayrılan vaxt müddət ərzində tamaşaçılara Buzovnanın musiqi ədəbi mühiti barədə məlumatları çatdıraq. Bilirsiniz ki, son vaxtlar Azərbaycanda Azərbaycanın milli dəyərlərinin, Azərbaycan xalqının milli dəyərlərinin qorunması ilə əlaqədar olaraq çox böyük tədbirlər həyata keçirilir. Muğam sənətinin daha da inkişaf etdirilməsi, onun dünyada tanıtması istiqamətində çox dəyərli addımlar atılır. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın təşəbbüsü ilə iri miqyaslı layihələr həyata keçirilir ki, bu layihələrin də həyata keçirilməsinin uğurlu nəticələri göz qabağındadır. Azərbaycan xalqının dərin köklərə malik olan muğama olan məhəbbəti gündən günə artır. Böyüməkdə olan gənc nəsil muğamın tarixi, onu yaşadan insanlar haqqında daha müfəssəl məlumatlar əldə edirlər. Biz bugün bu məclisə kəndimizin ağsaqqallarını, ziyalılarını dəvət etmişik. Məndən sağda, solda kəndimizin axundu, çoxsaylı kitabların müəllifi, Azərbaycanın şərq aləmində, İslam dünyasında dəyərli əsərlərlə tanınan Hacı Soltan Əyləşiyev. Sağımda Azərbaycan tibb elminin çox görkəmli ağsaqqallarından biri, Əczacçılıq kimya kafedrasının müdürü, Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun kafedra müdürü, bizim el oğlumuz Hafiz Əliyev Əyləşiyev. Azərbaycanın xalq artisti Hacı Tələt Qasımov Əyləşiyev. Yəni Azərbaycan muğam sənətinin inkişafında Hacı Tələtin özünə məxsus yeri var və ondan başqa o eyni zamanda əruz vəznində yazılmış şeirləri çox böyük məharətlə indi də oxuyur, davam etdirir. Biz elə bir həyətdə toplaşmışıq ki, yığışmışıq ki, bu həyətin özünün tarixi var. Bu həyətdə vaxtı ilə 19-cu əsrin axırlarından tutmuş 20-ci əsrin 70-ci illərinə qədər mərhum Ağasəf Qüdrətəlioğlu şairlərlə görüşüblər. Burada şeir məclisləri olub. Bax, bu həyətdə yığışmışıq. Ağasəf Qüdrətəlioğlunun oğlu Cəmşid və onun qardaşı bizim bu məclisin təşkilində çox böyük əziyyət çəkən Talih Əyləşiblər. Bu tərəfdə kəndimizin ağsaqqallarından olan Hacı Hüseyin ağam, Namik iş adamı, Hacı Əzzağa, biz bir sinifdə oxumuşuq, eyni yaşdayıq,
206 nömrəli oxumuşuq. O tərəfdə Məzahir Ələbbasoğlu, Kamil Cəlilov, Azərbaycan Respublikasının xalq artisti, məşhur qaboy çalan, Şamil Səmədzadə, İqtisad elmləri doktoru, professor, dövlət mükafatı laureatı, Texnik Universitetin kafedra müdiri, Fikrət Ələbbasoğlu, iş adamı, gənc şair, yəqin ki biz onu bugün dinləyəcəyik, Arif Buzovnalı ləqəbi ilə şeirləri artıq oxucuların böyük marağına səbəb olan Arif. Ən solda isə Azərbaycan musiqi sənətində öz dəsti xətti ilə seçilən və hamının böyük ümid bəslədiyi Zeynəb qardaşımız Hacı. Bizim eloğlumuz məşhur tarzən artıq Firuz, parçalan Firuz artıq bizim hamıya tanışdı. Firuz Buzovnalı. Bizim eloğlu Nazim, Mir Nazim Əsədullayev bizim eloğlu. Allah onun atasına da min rəhmət eləsin, bizim müəllim olub. Elşad Cabarov, Azərbaycan klarnet sənətinin ən mahir ustalarından biri. Yeri gəlmişkən deyim ki, Elşadın atası məşhur tarzən olub və tarı çalmaqda mənə Elşadın atası İbrahim kişi öyle deyib. Sonra Ağsaqqal Feyzullah, Emin və Elşadın tələbəsi. Biz əlbəttə bura çoxlu insanlar dəvət etmək olardı. Lakin bax bu saydığım sizin tanış olduğunuz insanlar Azərbaycanın ictimai, siyasi, mədəni həyatında özlərinə məxsus rol oynayan insanlardır. Onu da xatırladım ki, yəqin Hacı Soltan, Hacı Tələt və digərlər deyəcəklər. Buzovna 20-ci əsrdə Azərbaycan mədəniyyətinə Sidqi Ruhullah kimi nəhəng bir ustad vermişdir. Sidqi Ruhullah SSR xalq artisti, şərqdə teatr sənətinin inkişafında nəinki mən, bizim İnqilab Kərimov adlı bizim akademikimiz var və digər mütəxəssislər bir mənalı şəkildə qeyd edirlər ki, Orta Asiyada teatr sənətinin inkişafı, Türkiyənin özündə teatr sənətinin inkişafında Sidqi Ruhlullahın böyük rolu olub. Azərbaycan Buzovna, Azərbaycan mədəniyyətinə, Azərbaycan muğam sənətinə Nadir Axundov kimi gözəl klarnet çalan, eyni zamanda böyük bir ziyalı bəxş edir. Buzovnadan Haşim bəy Saqib olub, onun qızı xalq artisti Nəcibə Məlikova, Ögey Ana kino və Aygün kinosu. Buzovnadan eyni zamanda böyük, çox sayılı alimlər, ziyalılar yetişiblər ki, onların ənənələri, onların qoyduğu o dəstixət bugün də davam edir. Təbii ki, Azərbaycandan, Buzovnadan çox sayılı alimlər, ziyalılar yetişiblər və mən hamını salamlayıram, kəndimizin insanlarını salamlayıram və bir daha istərdim ki, bizim verilişimizi, bizim kəndin ağsaqqalları, burada əyləşən insanlar davam etdirsin. Məqsədimiz nədir? Məqsədimiz ondan ibarətdir ki, bütün cahanı elan edək. Azərbaycanın hər kəndinin özünün zəngin tarixi var. Hər kəndinin özünə məxsus adət ənənəsi var. Amma bir həqiqət var ki, hər bir kənddə spesifik xüsusiyyətlərə baxmayaraq, hər bir kənd muğam sənətini, şeir sənətini, musiqi mədəniyyətini həmişə qorumaqda davam edir və bundan sonra da davam edəcəkdir. Azərbaycan televiziyasının da bu verilişləri mən elə başa düşürəm ki, elə dərk edirəm ki, məhz bu məqsədə, bu ali amala xidmət edir. Bir daha xoş gəlmişsin deyirəm sizə, sözü indi isə hörmətli Hacı Sultana verirəm. Bismillahirrahmanirrahim və bihi nəstəin. Buzovna kəndi qədim tarixə malik olan kəndlərdəndir və bu kənd haqqında müxtəlif mənbələrdə məqalələr, xəbərlər yazılıbdır, tarixçilər. Bunlardan ən maraqlısı Rus səyyahı, deməli şərqşünası Berezin vaxtikən Buzovnada olub, Buzovna kəndində olub və burada qonaq olub və bu kəndin adı ilə bağlı müxtəlif nəzəriyyələr var.
Amma Berezin bu kəndin adını Boz Oğuzlar, yəni Boz Oğuz türk tayfaları olub vaxtı ikən burada və bu zona sözünün də yəni yaranması həmin o Boz Oğuz türk tayfalarının adındandır. Və bu zonada qədim məbədlər, ziyarətgahlar var. Onlardan göstərmək olar. Bu zona Ələyağı qədəmgah ziyarətgahını göstərmək olar. Bu zonada çox maraqlı bir ziyarətgah var ki, çox yerlərdə o ziyarətgahdan yoxdur. Xəlifə türbəsi var bu zonada. Xəlifə türbəsi. Xəlifə Əli Məhəmməd Mömin türbəsi var ki, 350 il bundan qabaq yəni o türbə tikilib. Şah Səfi, Səfəvilər şahı, Şah Səfi Bahadır xanın vaxtında bir deməli Şah Səfi Bahadır xan Xəlifə Məhəmməd Mömini xəlifə təyin edib və o şəhid olubdu. Onun türbəsini Fikəxan xanım adında bir qadın həmin türbəni tikib hal-hazırda o durur və həmin qəbristanlığın da tarixi 1000 ildən çoxdur. Bəziləri həmin qəbristanlığın Hun qəbristanlığı olmasını iddia edirlər. Sonra bu zonada 2-ci əsrə aid Tərsapiri var, Nəsrani məscidi. Çox adamlar bu Nəsrani, bu ən qədim demək olar türbələrdən biridir, məbədlərdən biridir. Çox adamlar onun məsələn mənasını düzgün ifadə eləyə bilmirlər. Əvvəla budur ki, həmin bu Nəsrani məscidi, onun haqqında 3 dənə ehtimal var. Qədim tarixi gedir çıxır, atəşpərəstlərin ibadətgahı olub həmin yer. Bir nəzəriyyəyə görə də xaçpərəstlərin ibadətgahı olub bu vaxt ikən, bir ehtimala görə də həmin o ziyarətgah orada Peyğəmbər qəbri olub. Repressiya illərində 30-cu illərdə o qəbri dağıdıblar oradan. Çünki həmin o pir qəbristanlığın içərisində yerləşir, dövrəsi onun qəbristanlığıdır. Nəsara sözü 2 dənə onun ehtimalı mənası vardır. Birinci budur ki, İsa Peyğəmbərin anası Məryəm Misirdən körpə ilə Nasirə şəhərinə gəldilər. O söz o həmin şəhərin adı ilə bağlıdır. İkinci ehtimalda Quranda Səf surəsində Ənsar kəlməsi var. Yəni Ənsar köməkçi mənasına gedir. Yəni Peyğəmbərin köməkçiləri həmin o sözdəndir. Bu zonada Qarapaltar piri vardı ki, 3 dənə kənddə bu pir, belə pir vardı, Qarapaltar piri var, Yeni Suraxanda var, Şağan kəndində var və bir də bu zona kəndində. 8-ci əsrə aiddir həmin Qarapaltar piri. Biz indi istərdik ki, Firuz Teyyub qardaşımızla sizi Mir Nazimdən xahiş eləyək. Sonra da davam etdirək. Küfrü zülfün salalı rəxnələr imanımıza, kafir ağlar bizim əhval perişanımıza. Səni görmək mütəzzil görünür böyle ki yaş, sənə baxdıqda dolar dideyi giryanımıza. Əskik olmaz qəmimi, əskik olmaz qəmimiz bunca ki bizdən qəm alıb. Hər gələn qəmli gedər, şad gəlib yanımıza. Ayaman, ayaman, ey.
Köprü çok eylemek kim olmayan nagah tükeneyim. Ağız edeyim. Ağız edip cömrü cefalar kılıban canımıza. Var her helge-i zincirimizin bir ağzı. Müttesil vermeye ifşa gemi pünhanımıza. Gem eyyam Fizuli bize bidat etti. Gelmişik iczile dad etmeye sultanımıza. Aman aman ya. Yarım aman aman yan ey dad aman dad aman Çok sağ ol. Çok sağ olun. Bugünkü veriliş çok tarihi veriliştir. Hacı Sultan burada tarihi abidelerden danıştı. Bəli, 2-ci əsrə aid olan bu bizim tanıdığımız Alban kilsəsi ki deyirik, bəbədi, onun ancaq dağıntıları qalıbdı. Nə qədər gec deyil, bizim xeyriyyəçilər, iş adamları üzlərini orada çevirməlidir. O bizim tariximizdir. İndi də ora ziyarətgahdır. O ki qaldı bugünkü veriliş, musiqi verilişləri redaksiyası tərəfindən təşkil olunurdu bugünkü bizim. Biz hamımız hələ muğam üstündə böyümüşük uşaqlıqdan. Çünki valideynlərimiz o vaxtı 30-cu illərdən danışılan biz uşaq idik. Çox sevərdilər muğamı. Hətta buzavniyə gələn xanəndələr qonaq qalardılar bizdə. İndi maşınlar vardı. Toy qutarandan sonra toy məclisi hamısı oturub maşına gedirlər şəhərə. O vaxtı gecə saat 1-də 2-də ki toy məclisi qutarardı, gələn xanəndələr gəlib qonaq qalardılar. Bizim evdə çox olublar. Hacı Tələtin babası ilə Xəlfədadaş onunla birlikdə ayrıca toy qutarandan sonra balaca bir məclis təşkillərdir. Biraz da orada muğamla məşğullardılar. Biz də uşaqdıq, bunlara qulaq asardıq. Hələ o vaxtdan bizim hamımızın xəmiri bu muğamla yoğurulubdur. Alban kilsəsi, eramızın 3-cü əsri. Gördüyünüz xarabalığın nə vaxtsa məbəd olduğunu xatırladan sonuncu 2 yarımçıq divar bu yerin sakinlərində hələ də gizli qorxu və dərin hörmətlə qarışıq mürəkkəb hisslər oyadır. Bir çoxları düşər düşməzi olar deyə yaxın da gəlmir. Bəziləri isə demə gördüyünüz bu şüşə qırıntıları adi tullantı deyil, qeyri-adi bir ayinin qalıqlarıdır. İnanca görə, əgər evdə nədənsə bərk qoxmuş uşaq varsa, məbədin divarına mismar çalıb, üstündə bütöv bir şüşəni sındırmaq kifayətdir ki, həmin mərəz uşağı tərk etsin. Bax, belə bir ayin. Daha bir inanc yeri, Axund Şeyx Cavad Piri. İçində və üzündəki səliqə sahman bu ocağın hələ də unudulmadığına işarədir. Bura aparan cığır da süpürülüb, sulanıb, demək hələ gedib gələn çoxdur. Çoxdur belə ocaqlar bu zonada. Əgər kimsə insanların xatirəsində öz salih əməlləri ilə qalıbsa, evinin qarşısından keçən hər kəs ona rəhmət diləyir. Deyirlər, elə burada pir kimi bir ocaqdır.
350 il bundan əqdəm həyatdan köçmüş Xəlifə Əli Məhəmməd Mömin türbəsi. Deyirlər, bu zona əhlinin seçilən xasiyyətlərindən olan xeyriyyəçilik, doğrudan da sağlığında möminliyi ilə tanınmış mərhum xəlifədən qalan qiymətli mirasdır. İnşası 19-cu əsrin 90-cı ilində başa çatmış Cümə məscidi möminlərimizdən Əli ibn Əbu Talibin adını daşıyır. Keçmiş əzəmətini və zahiri gözəlliyini qoruyub saxlayan bu məbəd də Böyük Vətən müharibəsi illərində həlak olmuş bu zonalılara həsr edilən heykəltaraşlıq ansamblı da təmirdə olduğu üçün onları sizə tam şəkildə göstərə bilmirik. Lakin mədəni və mənəvi dəyərlərimizə dövlətimizin göstərdiyi qayğı burada da hiss olunmaqdadır. Bərpa işləri artıq başlayıb. Sahildən baxanda möhtəşəm bir tikili görünür. Şərq memarlıq üslubunun incəliklərini özündə yaşadan və 10 minlərlə insanın ümid yerinə çevrilmiş həmin bina Əli ayağı piridir. Kənd sakinlərində və qonaqlarda xüsusi ehtiram hissi doğuran yerlərdən biri yaşı 1000 ildən çox olan bu qədim qəbirstanlığıdır. Zamanın keşməkeşləri, rüzgarın şıltaqlıqları bu məzarlardan da yan keçməyib. Yalnız təəssübkeş insanların qayğısı, indi adları da unudulmuş soydaşların məzar daşlarını kənar təsirlərdən qoruyub, tariximiz üçün hifz edib. Bayaq Hacı Soltan, böyük şərqşünas alim Berezinin Qafqaza səyahəti ilə əlaqədar olaraq maraqlı faktlar dedi. Və Berezin bütün dünyanı gəzir, bu zonada Əliyar Bəyin qonağı olur. Əliyar Bəy mənim də, yəni bizim ailənin də ulu babası sayılır. Əliyar Bəyin qonaqlığında, qonaqların şərəfinə verilən məclisdə böyük musiqi dəstgahları çalınır. Və Berezin deyir ki, mən dünyanı gəzmişəm, amma bu qədər musiqidən mən ləzzət almamışam. Mən istərdim ki, sözü Hacı Tələtə verək. Abşeronda, Azərbaycanda Hacı Tələti tanımayan yoxdur. Bu zovnada biz elə uşaqlıqdan Hacı Tələti tanımışıq. Onun məlahətli səsini həmişə heyran olmuşuq. Və Hacı Tələtin də çox belə xoş xatirələri var bu zovna ilə əlaqədar olaraq. Böyük insanlarla oturub durub, müğənnilərlə oturub durub, özü də bu məclislərin iştirakçısı olub, yaraşığı olub. Hacı buyuruz. Mən öz yaşıma dair danışacağım. Mən Cabbarı görməmişəm. Ancaq Cabbardan bir yana Seyid, Xan, Zülfi, bunların hamısını görmüşəm. Biz ona qabaq toylar belə idi ki, toydan əvvəl bir məclis düzəldirdilər, bir güləşmək olurdu. Toy başlamamışdan güləşirdilər. Yaxşı ənənələr vardı. Biz ona kəndində də muğamata çox böyük qiymət verənlər olur. O bir oturduğumuz bu ki, Duduman var. Bu Asaf kişi, Allah onu rəhmət eləsin. Mən çox oturub dururdum. O çox belə hərisdi, Əli Fəhmi ilə, Mirzə Cavadla çox söhbətlər olurdu. Bir günləri bu Yağubun həvəskarı idi bərk. Yaxşı qəzəllər də bilirdi. Bir gün bir 22-23 il bundan, 24 il bundan qabaq bu Allah rəhmət eləsin cəmi ölənləri Emir'in evlərində atası Rafiqgildə Mail rəhmətliyi də burada olur. Mail də söhbətçil adamdır, söhbət eləyir. Asaf kişi deyir ki, bu kimdir? Deyir ki, bəs bu Maildir şair. Tanımır da yaşlı kişidir. O da biri-birinə görüşəndə birdən bədayətən deyir ki, Mailin sərv-ü qədin olmasan hər gahı sənin, necə sirrindən olardım bugün agahı sənin? Mail deyir ki, bu şairdir,
Ya kişi şairsən, deyir, yox, elə belə bədaətən gəldi, dedim. Buna qəzəl rəhmətli Hacı Baba da yazmışdı. Sonra Mahir özü də yazmışdı. Hacı Ələmdar Mahir də yazmışdı. Buna çox adamlar qəzəl yazıblar. Bu kənd musiqiyə çox böyük hərislik. Amma toylar belə idi də, içəri girəndə qapının ağzında bir 15-20 baş papaqlı otururdu. İçəri girəndə baxırdın ki, öyle burada bilənlər var, özünü yığışdırırdı. 19-cu əsrdə biz ona kəndində güclü şairlər olur. Şərqi, Saqib, Azər, indi mən saymıram, çox olub. Bunlar hamısı məşhur oldular. Uzun müddətdə Asəfin oğlu toyda bizim dillən xəlfəlik eləyirmiş. Biz sarpayı deyirik. Özdə muğamatı, qəzəli, indi oturublar, mən de Allah qoysa, oğlanları buradadır, biri elə bir iki gəlmədə mən xahiş eləyəcəm, bir qəzəl iki gəlmədə olsa desinlər. Bunlar çox musiqiyə, qəzələ həvəskarlar. Dedikcəm. O deyir ki, məsələn, bir kətdə elə 100% hamısı bilsin. Elə 5% bilən də olsa kifayətdir. Mən arzu eləyirəm ki, Allah Teala bütün bu Abşeron kəndində hamına can sağlığı versin, biz onu da onun içində bizim bu ənənəni, musiqimizi, bizim muğamatımızı qoymasınlar hürmətdən düşməyə. Hacı, bir dənə qəzəlsiz olmaz. Qəzəl, mən bir qəzəl istəyirəm deyim, köhnə şairlərdən, çünki bu kənd həmişə yaxşı şeirləri ilə məşhur olur. Mən bir də istəyirəm sizə bir şey söz deyim. Bir Ziya müəllim saydı kimlər çıxıb. Ancaq Hindinin özündə də biz ona da Ziya müəllimin qızı Aygün Səmədzadə. Onun bütün mahnılarına ürəklə qulaq asmaq ləzzət verir. İnandırım sizi ki, o tut ağacın verəndə adam elə bilir ki, belə yaşayır. Həm tarixi cəhətsən, həm musiqi, həm də sözləri əladır. Allah o qızın da canın sağ eləsin, gələcəyini xoşbaxt eləsin. Hər barədə o yazır. Bax, Məktəbilləri mahnısı var. Çox gözəl mahnıdır. Adam istədiyicən məsələn ona bir də qulaq asmaq istəyir. Mən də istəyirəm bir dənə qəzəl deyim, o ilə öz sözümü bitirirəm. Bəlkə biraz da çox danışdım, ancaq bağışlayın. Deyir, eşqi bir dəryadır, hər aşıqa min qovqa doğrusu. Girməz ol dəryaya aqil, kimsə əsla doğrusu. Eşq üçün sərdəftər istərsən, əgər məzluna bax, gör nələr çəkdirdi ol məzluna Leyla doğrusu. Xubilər peyğəmbər olsa hüsnə aldanmayın. Hüsn Yusuf'dən nələr çəkdi Züleyxa doğrusu. Hüsnüsüz peyğəmbərə iman gətirsəm kafərəm. Qoydusun aləm mənə qəbr nəsara doğrusu. 50 ildir eşqi dərsin almışam ustadıdan. Var kitab-ı hüsnüdə bir yaxşı məna doğrusu. Qorxuram dərya deyəm, dərya məcazım qut över. Yoxdur bakim gər məni, qər getsə dərya doğrusu. Eşqi bir güldür, gülabi ətridir gərrahı qəm. Zalim ilə etmək olmaz həkmədara doğrusu. Əl götür bir mərrə qumru, daməni məşuqidən, kim olur eşq əhli üçün hər yerdə rüsva doğrusu.
köksünə neçə çarpaz dağ çəkmişəm, neçə körpə budağını mən əzmişəm. Bir gün şirin xatirələr sorağıyla səni gözləyəcəyimi bilməmişəm. De köksünə neçə çarpaz dağ çəkmişəm, neçə körpə budağını mən əzmişəm. Bir gün şirin xatirələr sorağıyla səni gözləyəcəyimi bilməmişəm. Səni gözləyəcəyimi bilməmişəm. Səni gözləyəcəyimi bilməmişəm. Azərbaycan mədəniyyəti, Azərbaycan musiqisi, Füzulinin, Nizaminin yaratdığı məktəb davam eləyir. Bizim gənc şairlərimiz, eləcə də ziyalılarımız bu şeir sənətini həmişə belə inkişaf etdirməyə, qoruyub yaşatmağa çalışırlar. Bax, bizim hörmətli Azər müəllim, bayaqları mən dedim, Azər müəllim neft maşın qarması sənayesində 50 ildən artıqdır çalışır və mən deyərdim ki, mahir mühəndislərdən biridir. Amma eyni zamanda şeir, gözəllik vurğunudur, musiqi vurğunudur. Azər müəllim bizim böyük bir ağsaqqalın, ziyalının oğlu olub. Onun babası Azərbaycanın müstəqilliyi uğrunda şəhid olub. Atası repressiya qurbanı olub. Amma sonra azad olunub. Azər müəllim, buyuruz. Ədəbiyyata məni həvəsləndirən, ədəbiyyata, şeirə, qəzələ məni həvəsləndirən, hələ biz ona kəndimizin bir neçə gözəl ədəbiyyat müəllimləri olub. Onlardan mən adını çəkmək istəyirəm. Mənim ilk ədəbiyyat müəllimim Əlabbas müəllim vardı. Allah rəhmət eləsin. Sonra Heydər müəllim mənə dərs deyib. Heydər müəllimdən qabaq Nadir Axundov bizim gözəl klarnet çalanımız dərs deyib. Gözəl müəllim. Bunlar da gözəl müəllimlər olurlar. Ədəbiyyatı çox mənimsədiblər tələbələrə. Gəncliyimdən hələ qəzələ, əruz vezinə həvəsim olub. Ona görə bir kiçik qəzəl də mən sizə deyərəm yazdıqlarımdan. Sərikuyində o yarın necə əğyar görürəm, gül budağında çəkən zövq-ü səfa xar görürəm. Nə qədər söyləyirəm öz-özümə, sevmə onu, xeyri yoxdur, tək onu könlümə qəmxar görürəm. Doğrudur, ay görünəndə göyə ulduz yığışar, günəşi amma səmada yenə sərdar görürəm. Saf məhəbbətdir ucaldan məni, haqq aşiqiyəm, ol səbəbdəndir baxıb, dəşti də gülzar görürəm. Azərəm, istəyirəm təni edim ol yarə, neyləyim ki bu işi mən özümə ar görürəm. Sağ olun, çox sağ olun. Mən bayaq dedim ki, Azərbaycanın muğam sənətini yaşadan insanlardan biri də bizim çox görkəmli, çox belə, mən qətiyyətlə deyə bilərəm ki, məşhur tarçalanımız Firuzdur. Firuz bugün Azərbaycanın əməkdar artistidir. Bir Nazim bizim kamançı ustamızdır. Və mən çox arzu eləyərdim ki, bax bu ocaqda vaxtilə ki şeir, musiqi məclisləri olub, elə Taledən də xahiş eləyək ki, Tale özü də yaxşı qəzəl deyir. Çünki bizim elə profesional müğənnimiz burada əyləşib. Ondan qabaq mən istərdim ki, bir qəzəli də bizim Taleh desin. Bir
epizodu da deyim ki, Allah Qüdrətə min rəhmət eləsin. Mən Talehin böyük qardaşı Qüdrətlə biz məktəbdə oxumuşuq və bu qardaşlar, Allah Salikə də rəhmət eləsin, bu qardaşlar çox mehriban, çox səmimi və bu gün də kənddə böyük nüfus sahibidirlər. Bir də ona görə ki, şeirə, musiqiyə, adət, ənənəyə, mənəvi dəyərlərimizin qorunmasına çox böyük kömək göstərirlər. Bir zaman mən də əsiri rəhmeyxanə idim. Həvəsi badə ilə aşiq peymanə idim. Bir dəqiqə yerə düşməzdi əlimdən badə. Gözlərin şövqü ilə öylə ki məstanə idim. Bütün ömrüm keçib aləmdə şərab içməklə, badədən xali olan yerlərə biganə idim. İndi təklifi şərab eyləmək artıqdır mənə. Mən ki meyxanədə bir xanəsi viranə idim. Şadəm səri köyündən, şadəm səri köyündən gəhban ola bilsəm, bir dəm hərəmi vəsl və mehman ola bilsəm, bir xəndə-i məhcun dilə qılsan məni təyin. Bir xəndə-i məhcun dilə qılsan məni təyin. Şövqüm, həvəsim, təbim olun bir daha təzim. Şeirimlə müqabil duramayaz. Şeirimlə müqabil duramayaz. Xanə-i tənqid, vəsl-ləli ləbində qəzəl xan ola bilsəm. Vəsl-ləli ləbində qəzəl xan ola bilsəm. Ay aman ey. Eldən mənə 100 tanələr olsun da çəkinməyəm. Eldən mənə 100 tanələr olsun da çəkinməyəm. Sən təksə bilən bəxtəvər insan ola bilsəm. Çok sağ ol. Bizim məclisdə bayaq dediyim Respublikamızın xalq artisti şərq aləmində özünün çalğısı ilə, özünün istedadı ilə, özünün mən deyərdim ki musiqiyə, torpağa bağlılığı ilə seçilən Kamil Cəlilov, məşhur qaboy çalan, bizim bu torpağın, bu kəndin evladıdır. Uşaqlığımız bir yerdə keçib. Mən olmuşam iqtisadçı, o olub musiqiçi. Eləcə də hərə bir peşə sahibi olub, amma Kamil sənəti bugün Azərbaycanda sevilir,
tanınır və həmişə də onun ifası böyük rəğbətlə qarşılanır. Çox sağ olun, Seyid müəllim. Bayaqları bizim burada ağsaqqallar əyləşir. Deməli, bu kənd haqqında danışırlar tarixindən, onların ziyalılarından. Onların içərisində mən Nəriman müəllimi adını çəkmək istəyirəm. Nəriman Əliyev. Çox gözəl muğam bilicisi idi. Seyid Şuşinskidən sonra o muğam sinifini ona verdilər. Asif Zeynallı adına musiqi məktəbində. Bir çox tələbələr yetirib o. Mən kimdən soruşuram ki, müğənnilərdən, kimin tələbəsən? Deyir, Nəriman Əliyevin. Kimin tələbəsən? Nəriman Əliyevin. Mən doğrudan da fəxr eləyirəm bunlar. Həm mənim kəndimin bir sakini kimi, həm də mənim yaxın qohumumdur. İndi o dünyasını dəyişib, yoxdur. Amma onun yetirmələri bu günləri göz qabağındadır. Bu kənd yetirir, yenə də davamçıları var, cavanları var. Burada Firuz əyləşib, ondan sonra Ziya müəllimdir, Elşad Mirnazimdir. Bunlar orta nəsildir, indi bunların yeniləri də yetişir. Mən fəxr edirəm ki, mənim bu cür gözəl ziyalarım var, məsələn. Burada əyləşiblər. Çox sağ olun, Kamil müəllim. Həmişə nəfəsiniz gür olsun. Burada bu məclisdə bir Arif Buzovnalı ləqəbi ilə artıq şeir məclislərində ad qazanmış, özünün belə dəsti xətti olan Arif Buzovnalının səsini eşitmək istəyərdik. Təşəkkür edirəm Ziya müəllim. Mən bir tədqiqatçılardan eşitmişəm bu sözü ki, 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində Azərbaycanda nəşr olunan qəzet və jurnallarda əgər Bakının ətrafın kəndlərindən fəaliyyət göstərən, yazıb yaradan şairlərin imzalarının qarşısında Bakı yazılırdısa, Məşədi Azərin, Haşim bəy Saqibin adlarının, imzalarının qarşısında Buzovna yazılırdı. Yəni Buzovna artıq xüsusi bir ədəbi mühit kimi tanınırdı o vaxtlar. Və həmçinin bilirsiniz, burada Həzdadaş Qayib, Məhəmməd İsmail Asi, İsmail Amil, Ağasəlim Fədai, Əliyağa Şərqi, Haşim bəy Saqib və Məşədi Azər kimi böyük şairlər fəaliyyət göstərib, yazıb yaradıblar və onların şeirləri, əsərləri də qalıb. Bu yol bu gün də davam eləyir. Azərbaycan şeirinin içərisində Buzovna şairlərinin də xüsusi yeri var. Və Buzovna demək olar ki, mədəni bir abidədir. Bir qəzəl də deyərəm, inşallah bizim hörmətli musiqiçilərimiz iştirak edir. Kiçik bir Dilbərim, kuyinə adəmliyi attım gəldim. Mən bu əl çatmaz olan arzuya çatdım, gəldim. Sattı Adəm babamız cənnəti bir buğdaya, mən də dünyanı həmən qiymətə sattım, gəldim. Bəzi yolsuz, yola gəlsin deyə çıxdım yoldan. Nə qədər qafili qəflətdən oyatdım, gəldim. Məzlum aşiqlərimin ərzi var ey şah sənə, neçə gözdən süzülən qan yaşa batdım, gəldim. Dedilər, vəslə şirinlik gətirən hicrandır, yolumu mən də bu zənni ilə uzatdım, gəldim. Sənin ünvanıva, ey könlümü ünvan eləyən, bir ömür mən gecəni gündüzə qatdım, gəldim. Bu xəyal ilə ki, gəlsin sonu sənsizliyimin, sənli dünyanı xəyalımda yaratdım, gəldim. Arifəm, etmə məzəmmət ki, gecikdim azacıq. Qanı məndən bir ürək vardı, yaşatdım, gəldim.
Çox sağ olun. Çox sağ olun. Bir ay bundan qabaq Səmədzadə İsmailin, Amilin kitabının təqdimatı oldu. 6-cı gün, bir də bazar günləri həmin atam, İsmail əmioğlu, Ağa İsəm bibioğlu, Ağa Səhv, bunlar Azərin yanına gedərdilər, öyrənməyə bütün fars dilini, ərəb dilini və sonra bu zonada bizim evimizdə atamız bunları təşkil edərdi bizim üçün. Ramiz Fasih həm muğam tarixini bizim üçün təbliğ eləyirdi, öyrənirdik. Həm də fars, ərəb sözlərini atamız bizə öyrədirdi bunları. Və ona görə də bu ziyalılar, o dövrün ziyalıları, bugünkü ziyalılardan, cavan ziyalılardan ona görə fərqlənir ki, təkcə kimyaçı da vardı, qaz idarəsində işləyənlər də vardı, müxtəlif sahələrin mütəxəssisləri ədəbiyyatı, muğamatı öyrədirdilər bizə. Bəlkə də bizim evimizdə, demək ki, həm musiqini, demək Ziyad, mən, sonra Məzahir, bacım, onu davam, bir dənə Fikrət öyrənmir bu musiqi çalmağı. Sonra ondan sonra da bugün bizim 14 nəvəmizdən, atamızın nəvələrindən 6-sı musiqi məktəbini qutarıb. Fizik elmləri namizədə var, kimya elmləri namizədə var, doktor da indi. Bunlarla bərabər musiqini də biz öyrənmişik və bu günləri də təbliğ eləyirik. Dostların arasında, yoldaşların, məclislərdə. İndi Ziyadın oxumasını, çalmağını görəcəksiniz. Mən bir şey də istəyirəm qeyd edeyim ki, və burada dedilər ki, çoxu ali savadlı, kimyaçı, energetik, matematik, Ziya müəllim dünya maştaqlı iqtisadçıdır. Ancaq bunlar 52-ci ildə Şamil müəllim dedim, biri 6-cı sinifdə oxuyub, biri 8-də. O vaxtlar bunların ansambıllar olub. Bunlar Abşeron kəndlərinə gedib konsert veriblər. Zirə kəndinə, Hövsan kəndinə. Ziya müəllim tarab bütün musiqiyə canı ilə bağlıdır. İndi o bir şey çalacaq, biz də qulaq asacaq, Allah olsa.
zövq almayanlar bəlkə mal olmaz. Qalay eşqdən zövq almayanlar bəlkə mal olmaz. Bu zövqü duymayan kəs layiqi ey bəzmi vüsal olmaz. Pərişan Pərişan hursan ya bir mələksən bilməzəm billah. Pəridə huridəm ya bir mələkdə bu cəmal olmaz. Verirsen aşığa can, verirsen aşığa can, şehdim şeker. Verirsen aşığa can, şehdi şeker tek megalından. Mesih'in vakti sen canaya. Belə şirin məqal olmaz. O hansı bəzmidir ki O hansı O hansı bəzmidir ki söhbətim oyum yanında. Müdəqqiqlər söz açmaz, müdəqqiqlər söz açmaz. Ortada yüz qeyli qal olmaz. Qələm çəkmək gərək əfsanə-i Məcnun Leyla'ya. Ki Məcnun Azərəm Leyla sənə hərgiz misal olmaz. Yar, 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 aman ey. Yar, 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 aman ey. Aman, aman. Yarım aman, aman. Ah yar hey, dağd aman, aman ey dağd aman ey. Çok sağ ol. Hacı buyursun. O ki bu ədəbi mühitdə Məşəd Azərin evində şairlər yığıncaq olun. Mənim üçün bunu yaşlı bir nəfər dünyasını dəyişib. Bu danışıb ki, deyir, mən çay qoyurdum bu meclisdə. Bütün şairlər gəlirdilər Azərdən öyrənməyə. Bir gün Əl-Yabahid bir dəstə cavanla gəldi Məşəd Azərin yanına. Biz də divar idik orada. Əyləşdi, dedi ki, Məşəd, bir dənə mənim beyt var, onu bizim üçün xırdala. Çünki siz bilirsiniz ki, Azər şair olmayla bərabər həm də alim idi. Məşəd Azər həm də alim. Farsi, ərəbi, 206 nömrəli məktəbdə ərəb fars dillərinə dərs keçirdi. Məşəd Azər. Dedi, deginən, dedi, Füzulunun bu beyti var, bunu aç bizim üçün. Dedi, deginən beyti, dedi, Füzulu dedi ki, o qəmlər ki, mənim vardır. Bəyirin başına qoysan, çıxar kafər cəhənnəmdən, gülər əhli əzab oynar. Bunu başa düşmürük. Qəmin, dəvənin başına nə dəxli var, kafərin cəhənnəmdən çıxmayına. Deyim, Məşəd Azər qulaq asdı, dedi, mən sizin üçün xırdalıyaram. Durdu ayağa, getdi kitabların üstünə.
rəfdə kitablara qoyulub, lap üstə Qur'an qoyulub, qara parçaya bükülmüş Qur'an. Əlini atdı üstdən Qur'anı götürəndə Vahid Əl-Yabahı yanındakı uşaqlara, cavanlardır ki, Məşəd Azər deyirsən qocalıb, yaşlanıb, mən ondan Füzulidən danışıram. O dedi, bizim şimdi Qur'an oxuyacaq. Öz aralandı. Məşəd Azər deyir, Qur'anı götürüb gəlib, qoydu qabağına, əyləşdi, açdı. Dedi ki, oğlum Vahid, onu bilginə sən ki, bir şəxs Qur'anı bilməsə, Füzulidən danışmaya onun ixtiyarı yoxdur. Açdı Qur'anı, ayədə oxudu. Ayə də bu cürdür. Hətta yəlicə cəməl fi səmmil xiyat. Belə bir ifadə var, belə bir fikir vardır ki, əbədi cəhənnəmdə yananlar o nə vaxt cəhənnəmdən azad ola bilərlər? Cavab verirlər ki, haçan dəvə iynənin gözündən keçsə. Ancaq Füzuli deyir ki, o qəmlər ki mənim var, dərdi qəmim, dəvənin başına qoysun, dəvə davam eləməz. Arıqlayar, incələr, nazikləşər, tük kimi olar. Keçər onda iynənin gözündən, onda da çıxar kafər cəhənnəmdən, axı deyirlər dəvə qədər çıxacaq, çıxar kafər cəhənnəmdən, Vahid bir kəlmə danışmadı. Baxdı, gördər ki, bu dərinliyə baxsın. Bax, ona görə Vahidin bir şeiri var, hamımız eşitimiz deyir ki, dedi ol yar bizə dəftərimiz öydə qalıb. Eşqə dair yazılan sözlərimiz öydə qalıb. Axırıncı şeirin beytində deyir ki, hələ mən Vahidiyəm Azərbaycanımızın, ateşi eşqə yanan Azərimiz öydə qalıb. Söyle mənə tanıyorsun Vahidəm mən. Hələ Azər, ateşi eşqə yanan Azər öydə qalıb. Gözəl söhbətlər getdi buradan. Çox layiqli, mən sizə hamınıza təşəkkür edirəm. Mən də bir beyt deyərəm. Deyir ki, başında dursa da sultanlıq tacı, unutma ki bir gün kıyametin var. Daldırson yıklanı, doydurson acıyı, hesap et Mekke'ye ziyaretin var. Ataya, anaya, böyüye bir hürmet olsun, Allah'ın özüne xəyanətin var. Qəlbi təmiz olub, əxlaqlı olsun, övliyalar qədər kəramətin var. Çok sağ olun, çok sağ olun. Abşeron kəndlərində peşəsindən, sənətindən, savadından asılı olmayaraq Azərbaycanın bütün güşələri kimi musiqiyə bağlılığı ilə fərqlənən insanlar çoxdur. Nə qədər musiqiyə bağlı olsaq, bir o qədər də millətimizi, torpağımızı çox istərik. Mən istərdim ki, bizim kəndin ziyalılarından olan iş adamı, eyni zamanda musiqi, şeir həvəskarı Namik qardaşımıza söz verək, onu da dinləyək. Buyuruz. Əgər musiqi çalsa, bir balaca musiqidən oxuyarım. Eğer olmasaydı gülün devrinde Halid-i Efruz, eğer mümkün olaydı bülbül için vesneşe bir ruz. Onda ne bülbül olardı bu dehli denette, ne gemeydi. Sus. Koyma güzelim, ben olam heykeli bir sus. Ben söylemenem bu cevri cefanı. Ben söylemenem bu cevri cefanı. Naz etmene ey sevgili yarım, bana naz et. Okşadır yarem beni, sana kurban olacağım, sana kurban olacağım. Mənə çəkdi məsitəm, dəxi yandırma o günlərə məni. Bir səvadın canını almağa qəsdim varsa,
bu mənim çək gözəlim, bir dəfəlik darə mənim. Ziyad müəllim, mən bu axır vaxtlarda ki, bu muğama böyük qiymət verirlər Respublikada. Ona görə mən də bir kəlmə oxuyuram. Yoxsa ki, mən oxuyuram. Yaxşı edirsən. Çox sağ olun, çox sağ olun. Sağ olun. Hacı Əziz ağa, birinci sinifdə bir yerdə oxumuşuq. Uşaqlıqdan dostluq eləmişik. Biz onlara getmişik. O bizə gəlib, mən onlara getmişəm. Və indi də iş adamıdır. Kəndin ağsaqqallarındandır. Hacı buyur. Əvvəla hamınızı salamlayıram. Çox hürmət bəslədiyim adamlar burada əyləşiblər bizim ağsaqqallarımız. Biz bir günləri hələ bir ocaqda oturmuşuz ki, bu ocaq doğrudan doğruya qüdrət olub burada. Ağasəf əminin atası, onun da deyilən söz yadigardır kitabında. Onun özünün qəzəlləri var. Sonra Ağasəf olub. Ağasəfdən sonra Qüdrət, Salih, hal-hazırda da Cəmşid Qərə bu işi davam elətdirir. Doğrudan doğruya yaratmaq hasandır əgər, yaşatmaq çətindir. Onlar bir günləri bu işi yaşadırlar. Bu ocaqda biz oturmuşuz. Biz onu da xeyriyyəçilər olub, dünyalarını değişiblər. Hal-hazırda da xeyriyyəçilərimiz var. Mən bir adamın adını qeyd eləmək istəyirəm. Bizim kəndimizdə bir Namullu olub. Çox böyük bir şəxsiyyət olub o. O öz bizona cəmaatının xətrinə öz ev eşiyini aptaq eləyib. Bu hər adamın işi olmuyor. Onun bir dostu olub Mərdəkanda. Onun yanındaymış. O vaxtlar deməli bizonaya elektrika çəkilmişdi. Mərdəkanı o tərəfə elektrika çəkilməmişdi. Bütün cəmaət bu Mərdəkanın, Şağanın cəmaati bizim evin yanından gəlib gedirdi elektrikaya. Bu Namulla Mərdəkanda bu aptekçi dostunun yanındaymış, görür bir çarşablı arvad gəlib apteka, bu aptekçidən xahiş edir ki, biz dərmanı tez düzəl verginə gecəyə düşməyim, zonaya gedəcəm. Bu doğrudan bu Namullaya çox təsir eləyir. Deyir bu dostuna ki, zonada aptek düzəltmək olar. Deyim, ne üçün olmuyor? Yer olsa düzələr. Bu öz evini 2 mərtəbə ev eşiğini Hafız müəllimin bu ziyalılarımızın hamısının yadındadır ki, öz 2 mərtəbə ev eşiğini bizona cəmaatının xatırına aptaq eləyib. Bu böyük bir şəxsiyyətdir. Belə işdən keçmək doğrudan o dövrlərdə çətin məsələ idi. Onun qardaşı olub Fərəc. Aclıq illəri bu biz daim məsələn ki, müharibədən çıxandan sonra görmüşük bu şeyləri. Bizdən yaşlılarımız lap ondan acınacaqlı vəziyyətləri görüblər. Aclıq olub, məsələn, qardaşı gəlib Fərəc deyir ona ki, köçəyə çıxaq gedək alay yerə də, aclıqdır. Deyir, ay Fərəc, hələ bir köçdük, getdik, 5 il, 6 il bir alay yerdə yaşadık. Gəldik, gördük ki, biz ona cəmaatından heç kim qalmıyor. Biz nəyə lazımıyıq? Görün, nə qədər öz kəndini istəyən adam olur. Çox sağ olun. Elşad, istərdim ki, ya sənəti ilə, ya da sözü ilə bu məclisi rövnəqləndirsin. Üstadım, rəhmətli mərhum Nadir Axundovun biz ifa etdiyi Sarənci burada təbliğ edin.
Sağ olun. Sağ olun. Ümumiyyətlə, hamımız bu Azərbaycan evladıyıq. Hamımızı da yaşadan vətən sevgisidir. Vətən sevgisi də bir daha deyirəm, o insanlarda daha çox olur ki, ailə sevgisi də, məhəbbətə də sadiqləri o insanlarda çox olur ki, onlar şeirə, sənətə, musiqiyə bağlıdırlar. 10 saat, 12 saat yaradıcılıqla məşğul olursan, öz işinlə məşğul olursan, o vaxt istirahət edirsən ki, bir şeirə qulaq asırsan, gözəl bir musiqi dinləyirsən və yaxud da özün oxuyursan, özün ya bir məclisdə iştirak edirsən. Ona görə də belə məclislərin təşkili, kəndlərdə xalqın tarixinə sadiqlik nümayiş etdirən insanları tanıtdırmaq ən müqəddəs vəzifələrdən biridir. Mən bir daha Azərbaycan televiziyasına, onun musiqi redaksiyasına təşəkkürümü bildirirəm sizin adınızdan, kəndimizin ağsaqqalları adından ki, bu qədim tarixə malik olan bu zovnada bugün nə qədər əziyyət çəkdilər, küləkdə bu verilişləri təşkil etmək çox çətindir. Ancaq halal olsun bizim televiziyanın əməkdaşlarına ki, onlar bu əziyyəti öz boyunlarına götürdülər. Çox sağ olun, var olun. Hamınızın evində xoş günlər bundan sonra daha da davam etsin. Çok sağ olun. Çok sağ olun.